Mən bizim tamaşaçıları salamlayıram və bugün danışacağım mövzu son zamanlar mənim qəbula gələn pasientlərin içərisində süni təşkil edən cöhrəli infeksiyalar haqqındadır. Bu infeksiyaların içərisində son dövrlər biz kəskinləşən gonoreya, trixomoniyaz, klamidioz kimi infeksiyaları göstərə bilərik ki, bu infeksiyalar çox qorxulu infeksiyalar qrupuna aiddir və bunlar gələcəkdə həmin pasientdə həm elektrik disfunksiya, həm potensial şənki pozulması, həm də sonsuzluq kimi ciddi problemləri gətirib çıxara bilər. Məhz bunun qarşısını almaq üçün bizim pasientlər diqqətli olmalıdırlar və onlar baxmalıdırlar ki, kimlə cinsi əlaqəyə girirlər. Nəzərinizə çatdırım ki, xəstəliklərdə ilkin əlamətlər həmin pasientlərdə silyə çıxarkən göynənmə, yandırma, kanalda diskomfort, bəzi hallarda heç onlarda heç bir əlamət olmur, ancaq bir müddətdən sonra onlar özlərində cinsi funksiyanın zəifləməsini hiss edirlər ki, o zaman artıq narahat olub həkimə müraciət edirlər. Ancaq yaxşı olar ki, o pasientlər özlərində ilkin narahatçılıq hiss etdikdə, silyə tez-tez çıxma, kanalda diskomfort, silik kanalına hər hansı bir möhtəviyyətin gəlməsi kimi halları gördükdə artıq həkimə müraciət etsinlər. Bu pasientlər ilk növbədə gəlib analiz verməlidirlər və analiz səhər tezdən silyə çıxmamış və yaxud silyə çıxandan 4 saat sonra verə bilərlər ki, bu infeksiya aşkar olunsun. İnfeksiyanı aşkar etmək üçün diaqnostik metodlardan PCR yaxma analizini biz göstərə bilərik ki, ən dəqiq müayinə diaqnostik metoddur və bundan sonra infeksiyanın növü təyin olunduqdan sonra biz həmin xəstələri müalicəyə götürürük. Müalicə təxminən 2 həftə ərzində çəkir və 2 həftədən sonra pasient sağalır və 3 həftə sonra təkrar analiz verib biz dəqiqləşdiririk ki, bu xəstəlik bitmişdir ya yox. Buna görə diqqətli olmaq lazımdır. Biz pasientləri diqqətli olmağa çağırırıq və əgər cinsi sferdə bir narahatçılıq varsa, onun vaxtında qarşısını almaq lazımdır.